İzləyicimizin biri yazıb ki, piti Gürcü xingəli gətirtsüz can. Biz də ən yaxşı pitinin sorağına düşüb çıxdıq yollara, gəldik çatdıq Şəkiyə. Şəkidə böyükdən kiçiyə kimdən soruşsanız sizi ən birinci piti üçün Arı Məmmədin pitixanasına göndərirlər. Biz çatana burada da piti qalmamışdı. Sonra yaxınlıqda Ləziz adlı başqa restorana gəlirik. Salam aleyküm. Hoş geldiniz. Sağ olun, sağ olun. Kaç piti vereceğim size yemek var. Yaxşıdır bitir. Pitinin yakısı biz o. Yerli zamanımız pitini biz de yiyorlar. Allah canı sağ olasın. Sağ ol. 3 dənə bitir. Hoş olsun. Sağ ol. Mətbəxə də baxıb qərara gəlirik ki, belə pitini ilə ancaq gəlib Şəkidə yesə daha yaxşıdır. Ruciyə danışır. Pitini yedikdən sonra Şəkidə ən ləzzətli nöqtələrdən biri olan Ələhmət Şirniyyat evinə gəlirik. Amma yadınızda olsun, pitinin özünün protein dəyəri çox yüksəkdir. Üstündən də belə qozlu, şirin şeylər yemək biraz təhlükəli ola bilər. Gəlmişkən Şəkinin görməli tarixi küçələrindən də keçirik. Şəkidən çox xoş təəssüratlarla ayrılıb qayıdırıq Qəbələyə. Gəlib çatırıq obyektin qabağına. Piti gətirəsi olmadıq, bizə gəzmək qaldı. Amma Gürcü xəngəli ilə bağlı tamam başqa planlarımız var. Səhifəmizi izləmədə qalın, suallarınızı bizə yazın və videonu bəyənib paylaşmağı unutmayın.